Yeni bir gündən hepinizi salamlayıram. Əzizlərim, yəqin ki, yeni vlog olar. Baxın, bu çaşqadan könlüdə də var. Könlü çox elə işlətməyib deyə bura görürsünüz nə qəşəngdir. Amma mənimkiləri də görürsünüz, qara-qara nə gündə pis olublar. İndi Könül mənə su verdi. Əslində mən aşağıdaydım. Anar geldi. Anar gel aşağıdır, yuxarıdır. Yuxarıda, hə. Könülle yazışdıq. Dedi gezməyə çıxıram. Tez qaça-qaça gəldim bura. Könül mənə su verdi. Əslində mən ac qarına dərmanı içirəm. Könül deyib yox, onda bir stəkan suyu iç. Gələndə də Anargilə də veşim. Sumkam oradadır da. Hər şeyin bir yanında, bir yerdə bir kurtka, bir yerdə paltarım. Gedək Könüllə yürüyüş edək Aysinə. Aysinə xoşu gəlib mənlə gezməkdən. Hə, İskra? Ya gedək pişivin yanına. Zəhruşqa telefon remont eləyir. Könül məni gözləyir, suyumu içim. Könül mən bir dənə saç rezini verdi. Mən belə açıq saç xoşlamıram, üzümə dəyir. Yox, broşka gətirdim. Mənim rezinim sumkamdadır deyə Könül. Bu balonları qaytarmalısan. Görürüm, nəsə yığa bilərəm. Mən broşkam bunu götürmüşdüm. Rezin də sumkadadır, bu saçmayıram. Belə nəfər gezmək olur üzümə dəyə-dəyə. Belə yığdım üstünü, çünki aşağında yığmaq istəyəndə ucu çolkalar tökülür. Amma burada petruşuk əmdə gəldi. Eyb yox da, heç olmaz. Səhər tezdən gedək, biraz Könüllə bir saat gəzək, gələk. Mama indi gəzib gəlmiş olar. Biraz belə çəkə-çəkə gəzək. Amma danışmıyorum, tək nəfəs danışıram. Bu Maşanın evinin arxasıdır. Asya güya gezməyə çıxıb, pulkusunu da klokda götürüb. Belə yerdə gezmək sizə yaxşıdır da ki, səhər dursan, yaşıllıq, parkın içinə düşürsünüz, gəzirsiniz. Ya axşam olsun, ya səhər. Bizdə rahat gəzməyə yeri yoxdur. Maşınlar imkan vermir. Amma yenə də gəzirəm. Asya pişik axtarır, zönki pişik axtarır, qucağına açan pişik. Akşam burada şəkil çəkdirdi, yanırdı buralar geçən. Koşki niyə to? Təmiz hava uduruq ağacların içində. Müəyyən qədər. Düzdür, burada da maşın yolu var, amma yenə də park gözəldir. Burada Green Park restorandır. Mekanımız. Biraz parkı çəkim. Hamı gəzir, qaçırlar, xanımlar, adamlar çoxdur. Dünə Anarın mahnısını paylaşdım, Könül. Anar mahnı düzəltdi sözlərinə. Mən də kanalda paylaşdım. Bir bacımız oraya rəy yazdı. Sevinç bacı, yəni siz izləyirəm. Sağ olun ki, çəkirsiniz. Xahiş edirəm, Azərbaycanlı Bakımızı çəkin. Sizin vloglardan izləyirəm. Yəqin ki, bacımız qəribçilikdə yaşayır da, xaricdə yaşayır hardasa. Ona gedirdim, bu yadıma düşdü, parkı çəkim.
Baxın belə bizi kimi idmançılar çoxdur. Hamı gəzir, qaçır. Telefon açmaq olmur. Açanda da könüldən uzaq düşürəm. Danışıram deyim, mən arxada qalıram. Ayşə bizdən geri qaldı. Ayşə getdi, harada yenə bir şey tapdı, bulkularını yedirdirindi. O özü üçün götürmür əslində könül, mən bilirəm. O götürür ki, bir şey çıxar. Dünən də gəzdim, bugün də gəzmək normamı indi götürürəm könüldən. Axşam tərəfdə evə qayıdacağam. Sabah, bugün bazar gündür, sabah birinci gündür. Sabah öz yanımızda gəzərəm. Axşam. Daha bugün axşam iki göyərçinləri yedizdirmək gətirib. Baxın qışlar nə qədərdir. Ayşə hadisə bir şeyini tapıb. Green Park'ın yanında bayaq bir şey çıxdı. Ondan qaldı deyəsən. 28'e sen bayramı burada sevmiştin. Yaxşı yapma geldi. Zəhran da apararsan da. Güneşe demeyin de. Deyirsən klon paltarı, şatıba paltarı giyin, səni də apar. Ya, sonra biz axtarırıq yəqin. O Ayşə də oyandı ki. Hə? Yo, Ayşə deyil, ağ papaq var. Hə? Papaq götürmüşdü, o giyinmişdi. Elə bilirəm naushnik giyinmişdi, fikir də vermirəm. Yedirtdin bir şeyləri? Yox. Почему так долго катится? Ну мы круг сделали, пока там играла с кошкой. Ayak tağıma bakın. Съешь, да? Elinde kalmasın, iyi kurtar. Чтобы не чуть-чуть оставила. Ha, угостила ее. Нужно кошку. Mən gəzdim, gəldim. Əsmişin yanına gəldim. Əsmə bibisinə su gətirdi, dərmanını gətirdi. Elə ağıllı qızdı ki, dürəsə dirəkdən atası nə alıb bunlara? Adı nədir onun Əsmə? Hanı boks? O boks olanı gətir görüm. Musi. O boks. Qırmızı. Göstər görüm, gəl. Gəl Musi. Gəl, həyatım, gəl. O yanı çəkmir də, maman orada iş görür. Hə, baxın beləsində alıb atası bunlara. Uzat dedim. Uzat. Uzat görüm. Görüm belə. Да? Я попробую, как он работает. Хорошо избить. Бak böyle burada oturarsan şöyle избивать кого-то. Дупс. Дупс. Больно? Больно на самом деле? Нет, Мягкий. Siz getməsəniz də Əsmə hələ açmayıbdı özünün üçün. O da sənindir, ikisi də sənindir. Ha, bu Müslümündür, o ikisi sənindir. Еще вот такая вещь. У Муслима чесночки, которые взрываются. А вот это Фейерверки? фейерверк. А что это, как называется? Сейчас скажу. Не знаю. Здесь Akşam написано dedi mi? Спарклепс. Бенгальские огни. Одна вот такая. Взрываешь, он такой. Hə, axşam qırğını Ну, gedən, это не hə. больно. Hə. Так. Axşam qırğını gedən, hə, bildik. O тебя что? Aha. Все пойдет. Müslüm, sən daha pianino çalmırsan, bir çəksin. Olar bugün çəkim sən piano çəkməyi, çalmağı. Hı? Yeni repertuarın var? Hansı musiqi var yeni repertuarda? Dedim bir amca çəkiliş eləyim. Töküldü ismi, neydi onun içində? Şəmsiyə xörəyi pişirib də pomidorudur, biberidir, kartoşkasıdır.
Burada da ət qaynadır. Elə bir ət yaxşı pişib öyrəşəmi. Yumuşaqdır. Hə, tez pişdi. Yəqin yumuşaq körpəd idi, nəsə belə heyvan. Töküldü. Bu nədir onun içində şəmi? Padnosa da töküldü bura. Şəmi ustalarına çay vermişdi o. Stəkanlar yudub. Uşaqların otağını biraz çəkeyim dedim. Bu da Cəsurun koftasıdır burada. Burada Muşinkanın piyanosu. İndi anası öz otaqlarına göndərib ki, şeir var. Şeir əzbərləsin. Bu əzbərləsin, özü çıxıb gəlib Şəmiyə danışacaq. Gəlsin, danışsın. İstəyirəm onun ifasını biraz çəkim. Çoxdan bir dəfə çəkmişdim. İstəyirəm indi yenə çəkmək. Hə, Anargilində ustası var digər evdə. Buradayam Anar, evdəyəm, heç nə. List başlayır. Bağlayıram qapını. Bağlayıram bibisinin həyatı. Təzə keçmişəm. Çəkirik. Deməli, ilk olaraq ifa etdiyin adını deyilən əsərin adını deyil, sonra ifa elə. Etüddur. Aha, davay. Ay sənə qurban olum, aferin balama. Oynadım. Hə, bəs sonra notlar niyə baxmırsan? Bax da. Yox, baxanda yaxşı oynadım. Çaşırsan, hə? Gəl Əsmaş, gəl. Şimdi buyurun gəlin. Hə, buyur. Harry Potter bilirsən. Davay. Onun mahnısını bilirəm. Молодец, davay. Biraz uçasıya kinoda. Naçalas. Nə yeyirsən? Mənim oğlum balacadır, maşın oynadır. Baxın, şəmsiyəndə beləncə gülü də var. Bambukdur, bambuk gülü. Baxın, belə qəşəng. Öncə eləcə bunlar idi. Balaca rastok var idi, değil mi? Hə, çox balaca idi da. Hə, indi böyüdülər. Əsma da maşını zadanya eləyir. Bu balacalar da maşın oynayır. Çəkeyim biraz da buradan belə. Könülgilə gedirəm. Biraz oturum olarda. Şəmsiyəndə yeməyə hazırlandı. Gəlim Şəmsiyəgilə. Biraz oturum gedim xanımlar. Cəsur da gəlmişdi də dünən axşam. Cəsur da buradadır. Taksi çağırıb gedərik. Anarın ustası var. Ona deməyəcəm biz aparmasın. Yəni qoymayacam da istəsə də aparmaq. Özümüz gedək, ustası var. Axşam saat 8-də Nurayın onlayn dərsi də var. O mənim telefonumla qoşulur dərslərə. Öz telefonu köhnə modeldir də. Samsung'un bundan öncə məndə olan telefondur. Onda aça bilmədim nəsə Zoom proqramını. Ona görə evdə olmalıyam. Qız dərsə qoşulmalıdır. Gedim biraz bacımla da oturum. Rəşqada dünən görmədim. Könül bacımın yoldaşını, qaqaşma. Onunla da görüşüm. Düz gedirəm də aşağı düşmək. Hər dəfə çaşıram. Mən bilmirəm kim yuxarıdır, kim aşağıdır. Gəldim, bacım burada biş-düşlə məşğuldur. Xanımlar, baxın, məndə var ya qırmızı güllü qazan. Mama məni alanda könülə dalmışdı. Kön bunu çox işlədib.
Yəni Kölnün bu indi ən çox işlənilən tavasıdır. Onun üçün də qızartmaları falan eləyir. Qutarırsan ucu. Göyərti də içində, ya? Göyərti pendir, hə. Şəmi də ət xörəyi bişirirdi. Anar getdi svejet aldı, gətirdi. Ustaları da var. Dedim gedim biraz bacımla oturum gəlim. Rəşadı görməmişəm. Bu sən yağın nə yağdı? Künə yağdı o? Simiçka yağıdır, təbii simiçka yağıdır. Hə, nə yaxşı. Üstündə görmür. Salam bacını qurban, nə tərsən? Yaxşı olasan atam. Nə tərsən ay Rəşad? Allah kömək eləsin. Sağ ol, yaxşıyam, sağ ol. Hə, təbii semiçka yağıdır, hə? Neçə 10 litri? Litri 8 manat. Harda, Suraxanda yoxsa Basmoyda? Hə. Maladies. Suraxanaya gedirik. İyisi yoxdur kün belə pis iyi. Yox, simiç. Litri 8 manat. Alanda bir dəfə də mənə də al gələn kün. Bax belə 2 litrlik. Yaxşı alır. Hə, alanda 2 mənə də litrdir alarsan. burada, hə, ondan. O da 2 litrdir də, hə. Çox yağ eləmirəm simiç. Biraz yağ. Hə, elə yaxşıdır. Sən qaz biltən şüşədir kün, şüşədəndir. Keramikadır, hə. Keramika? Aləmi onu yuxalayıb batırırsan. Ay Allah, burada da bir qab var. Nə qədər pişirmişsən? Молодец. Baxın, bir qab da burada. Baxın, Kölün də çayınki mənimkindən də. Bunlarınki bozdur, mənimki qızıl oldu. Niyəsə, rəngi dəyişdi. Ha, bir qab da burada. Deyib çayınki də qəşəngdir. Ay Səha bax, baxırsan yeyir Rəşad. O qədər bir şirin qızdır. Eləcə stolda oturur, eləcə çiyniyir. Sən nə xəvar Yürüyüşə də çıxanda yemək. Hə, pişiklərinə də aparır, hə. Həm özünəmiş. Ay, Zəhra yemir, həm də arıqlayıb Zəhra. Həm uzanıb, həm arıqlayıb incələşib. Hə, qəşəng qızdır. Asya da normaldır. Elə deməsin o qədər yeyir. Nə kök deyil, nə araq, amma yeyir. Halal xoşu yeyir. Çünki yürüyüşə. Yürüyüşə çıxırmamasınla. Hə, burada işıqlar çəkdin, hə? Könül. Malatsı. Həmişə evinizdə belə gözəl işıqlı, şən günlər keçsin hər birinizin. Biz də gələk belə sevinək, könlümüz açılsın, gedək. Mən gedim oturum yeyim. Sən hindi qatıq da qoyaram senin kəsiyə, yeyərsən simiç. Kıyafetli süfrəsidir. Как дела, Ася? Есть продвижение? Kölün təzə çaşkası. Mən də özümə çaşkalar aldım da evdə çəkərəm. Nə idi mağazanda? Dekalifdən aldım mən. Könül də aldı. Mən evimizdə çəkərəm. Bura göyərsi qıvıran silək. Ayska. Dəsmal gətirin. Göz haqqınızı halal edin. Mama gəl. İyi 3 tane. Yatamak iyi. Salam əziz izləyicilərimiz, gözəl xanımlar, əziz bacılarım. Evimizə xoş gəldiniz. Necəsiz? Həmişə yaxşı olasınız. Bayaq biraz çəkiliş etdim. Uşaqlara tez kartoşka ilə sinəti qızartdım. Onu istəyirdilər ki, kartoşka qızartmama. Mən də biraz sinəti də əlavə etdim, qızartdım. Gün ortalarını yedilər. Nuray getdi hazırlanan xanımlar. Cəsur otağında işini görür. Və yaxşı ki, hələ qabları yudum xanımlar. Qabları yudum və qazımız keçdi. Və
mən də dedim mətbəxdə iş görmə, amma buz kimi suyla, yəni iş görmək olmur. Su da inanırsınız həqiqətən də buz kimi gəlir də. Da məcbur oldum, dedim meyvə qabını doldurum, bu dəzgahın üzərinə bir də dedim yığışdırım. Başlamışam belə biraz təmizləyim, amma baxın belə bir xurma almışdı xanımlar. Orada da gördünüz, orada çəkmişdim, mənə pay verdi. Düzdür, mən dedim ki, kilosuna dedim, al, pulunu verəcəm, amma yəni mama elə opşu alıb və pay verdi də mənə. Deyəsən Sevaya da pay verdi. Bilmirəm, yəni hamıya pay verdi, nətər verdi. Amma Sevinə mənə pay verdi də, elə bil ki. Sağ olsun. Hardasa elə mən dediyim qədər deyil, 2 kilo yarım falan olardı. Düyü sumkasından bir Sevaya qoymuşdu, bir də mənə qoymuşdu. Sağ olsun, baxın bunu da belə qablaşdırdım. Axşamda yeyildi bir qab, indi yenə qabı yumadım. Elə yenə içinə əlavə etdim ki, belə əl altı olsun, uşaqlar da rafda yesinlər. Və meyvələri yudum, məcbur oldum soyuq su ilə yudum, sildim, dedim buraları düzəldim. Nə bilim, soyuducuya əl gəzdirdim. Yəni, amma soyuq su ilə iş görmək olmur, çətindir. Baxın, mandarinləri yeyiblər, bu da qalıb bunlar. Xurma əzlib. Xurma bir, mənim o plasmas güllü qabım var, içinə həm meyvə də əlavə edirəm, hər işlədirəm. Onunla bir xurmanı həyətdən gətirdim, qoydum soyuducu, o karploju boşalmışdı, həyətdə qalmışdı, yemirlər. Mən yoxam, yemirlər. Elə bir 2 gün, 3 gün evdə olmadım da, 5-ci gün gün orta çıxdım. Bazar gündə axşam gəldik, bu gün də 1-ci gün. Belə mandarinləri yeyiblər, nəsə alma da yeyiblər biraz. Armud bərk armud idi. Yəni yaxşıdır. Uşaqlar yeyirlər, mənim üçün bərkdir. Mən yeyə bilmirəm. Mən dişimə görə heç nə yeyə bilmirəm. Elə evdə olan nə meyvələrimiz budur. Bunlar soyuducudaydı. Bax, bu padnosdakilərin hamısı soyuducudaydı. Burada buz kimi suyuna yudum. Soyuq suyuna yuyanda sulu qalır. Ona görə qoruladım da. Nə bilim, qaz olmayanda da, istisi olmayanda adam heç bir iş görə bilmirdi. Belə, bu meyvə qabımı hazırladım. Başqa nə edim sizə, nə göstərim? Nə dedim, bu videoda biraz evdən belə çəkim. Bir bazar günü mama gəldə çəkiliş etdim. Mənə elə gəlir ki, orada çəkiliş azdır. Həm əlavə indi çəkiliş edim, həm ki video üçün bilmirəm, dilə düşünürəm. Nə göstərəcəyim montaj vaxtı bilmirəm. Başqa nə demək istəyirdim? Demək istədiklərimi də həmişə unuduram. Bir də mən orada olanda Bakıxanovdakı Dekalifdən özümə çaşkalar aldım xanımlar. Könül də özündən başqa şeylər aldı. Da nə lazım idi özümə. Mən də 2 dənə çaşka aldım. Şimdi inşallah qaz gələndə yuvaram. Uşaqlar deyirdilər ki, mən keçən dəfə Sədərdən alış-verişdən də Nuraya deyirəm ki, çaşka ala bilmədim də o qədər yorulduq ki, gəzməkdən Rafa da qıymadım. Təzdən Şirniyyata gedib, orada çaşka yeri var, orada həmişə Rafa oradan alıb gətirir. Nuray üçün lazım olur hədiyyəlik də, sinif yoldaşlarına hədiyyələşəndə həmişə Rafa qəşəngilərini alır. Belə qapaqlı, içində qaşığı, üstündə pandası falan, belə qəşəng çaşkalar alır. Onlar qəşəng bahalı da, həm qəşəng olur. İstəyirdim ora getmək, amma gedə bilmədim. Amma elə oldu ki, Dekalifdə gördüm yaxşı çaşkalar. Xoşuma gəldi. Və özümə aldım. Onda mən deyəndə ki, uşaqlara çaşka almaq istəyirdim. Sədərdən ala bilmədim. Nuray deyir, ay mama, nə qədər çaşkamız var, ki, çaşka alırsan. Deyirəm, mən xoşlayıram da Nuray. Mənim də xoşladığım çaşkadır. Amma ala bilmədim onda. İndi buradan aldım 2 dənə belə çaşka. Nə bilim, o qədər hamısı gözəldir ki, xoşuma gəlir. Adam hamısından da istəyir almaq. Nə bilim, son qərar bunda qaldım. Baxın, bunu aldım, belə. Belə. Biri bu. Könül də aldı oradan çaşkalar. 3 dənə aldı deyəsən o. 3 dənə aldı. Bir də baxın, bu şirindir. İndi bunda kofe içmək üçün bu məncə böyükdür. İçində nə bilim, su bax burada hazırlayıram. Misal üçün özüm üçün bəzən limonlu su qoyuram burada, içirəm. Su içməyə, məncə çay içməyə yaxşıdır. Olsun da evdə qəşəngdir, rəngindən falan belə xoşuma gəldi. Nurayın sözü olmasın, içməyə hər şey, çaşka, stəkan var. Prosta xoşum gəlir çaşkalardan. Mən nəlbəkili çaşka istəyirdim əslində özüm üçün. Amma orada nəlbəkili
yox idi. Bir dənə yemək dəsti var idi. 6 nəfərlik idi. Hamısı ağ idi. Çaşkası da vardı. Nəlbəkisi, tarelkası. 150 neçə manata, amma tək o çaşka ilə o nəlbəki formasında satışda yox idi. Var idi başqaları elə bir nəlbəkinin altında taxta kimi belə. Həm qiyməti bahalığı bir yana, yəni rahat da deyildi. Yəni o cür çaşkanın, məsəl üçün mənim mətbəxim elə abu-havalı deyil, elə bir interyerdə, təmirdə deyil də. Belə qeyri-adi qəşəng çaşkalar idi onlar. Amma istifadə də rahat deyildilər. Taxtadır, taxta kimi belə. Biri nə bilim, bilmirəm, çəkdim, çəkmədim. Biri don formasında üstünə çaşka qoyursan. Yəni elə də istəmirəm. Mən sadə nəlbəki ilə çaşka istəyərdim. Yəni baxın, var idi. Onlar da çıxılı-çıxılı. Belə balaca çaşkalardı. Mən bu boyda, ən azı bu boyda çaşkanın nəlbəkili olmağını istəyərdim. Yəni tam ürəyimə yatan bir elə nəlbəkili model olmadı. Çünki mən kofini hazırlayıram. Düzü çəkiliş etmirəm elə. Etmişəm də. Elə adi buradakı nəlbəkilərdən altına qoyuram belə. Amma istəyərdim nəlbəki ilə çaşka. Bəlkə nə vaxtsa alaram. Yəni bəlkə deyəndə, yəni ürəyimə yatan olsa, onun qiymətinə baxmır. Ürəyimə yatan olsa nəlbəki ilə çaşka özümə alaram. Çünki mənim elə istirahət zamanım elə kofe içərkən, oturub qəşəng çaşkada nəlbəki olanda xoşuma gəlir. Rauf zəng elədi, danışığım yarımçıq qaldı. Deyir, kənd yumurtası var, Sevinç alınmı? Deyirəm, yəni ala bilirsənsə varsa, belə al da. Biri 40 qəpiyə. Deyir, 100 dənə alınmı? Deyirəm, yəni çoxdur da, həm 40 qəpiyə 100 dənə. Deyirəm, bax da, 30 dənə, 40 dənə, 50 dənə. Nə qədər ala bilirsən, özün bilərsən, yəni almaya almırsan ki. İlk dəfə Dikişədirəkdə mən eşidirəm, yumurta satırlar, kənd yumurtası. Amma 40 qəpiyə. Da bunları kloka qoymuram xanımlar. Bunları doğru atın. Evdə o qədər iş var xanımlar. Sağ olsun Nuray təmiz saxlayıb. Qablarını yuyub, hər şey yuyub, təmiz qalıbdır. Sonra qazımız yoxdur. İndi mən axşama nə pişirim? Əslində yeməyimiz var xanımlar. Şimdi göstərəcəm sizə, yeməyimiz var. Burada oldu. Bu açılır. Bilmir orada. Bugün mən əslində istəyirdim, keçən videolarda bilmirəm evdə olanda çəkmişdim sizə, yoxsa yox, bu aspiratorun setkasıdır. Bu mətbəxdə təmizlik eləməliyəm. Yəqin ki, mən o aspiratorun setkasının təmizliyində sizin üçün çəkiliş etmərəm, yəqin ki. Çünki rahat təmizləmək, işimi tez görmək istəyirəm. Çəkilişlə çətin olur xanımlar. Ya bugün də qaz gəlsə çatırsam, bugün alınmasa, sabah, yəni bu sonuncu həftədir. Növbəti həftə yeni ilə keçirik. Ona görə istəmirəm, çirkli bir yerimiz qalmasın. Belə hər yer təmizdir. Bir dənə bu aspiratorun setkasını mən elə bir ki, sentyabrda təmizləməliydim. Baxdım ki, təmizdir, dedim, yox, qoy, nətər deyim sizə. Beynimdə özümdə elə planlaşdırmışdım ki, qoy yaxşı çirklənsin, sonra vlog çəkərək təmizləyim də. Həqiqətən təmiz idi sentyabrda. Oje gəldi dekabr. Yəni ildə 2-3 dəfə də belə təmizləyirəm. Çox da elə batmır, nə bilim. Əsas bax, bu işlənən yer batırdı bu tərəf. Bura daha çox işlənir. Nəysə xanımlar, onu təmizləmək istəyirəm, bilmirəm indi. Bunu şeylə göstərim sizə xanımlar. Yəni belə bir çəkiliş edirəm, indi sizə danışıqlı, söhbətli. Deməli, bu mənim adapterımdır, şükür. Bunu qəşək bir viddə görürsünüz. Çünki videolara da düşürdü, özüm görürdüm montaj zamanı. Sizə nəyi göstərim? Baxın, bu mənim telefonumun öz adapteridir. Görün nə vəziyyətdədir. Baxın, belə. Rauf belə deyil. Bilmirəm, bu niyə belə oldu. Oxalandı. Bax, bu üstündəki bu ağ, elə bir çürük kimidir da belə. Amma yenə yığır, yaxşı yığır. Prosto mən elə bir ki, nəsə özüm belə qorxuram. Nə bilim, üstü belə açıqdır deyə deyirəm, nə olar, nə olmaz. Telefon deyirəm, alışar yanar, ev yanar, xəbərimiz olmaz da. Ona görə bundan qorxa-qorxa istifadə edirdim. Və telefonuma başqa bir adapter taxmaq istəmirdim ki, orijinalına. Yəni, onda telefonun bataryası xarab olur, zərətkanı gec yığır, yığdığı zərətkanı tez qutarır, başqa adapterına telefonu qoşulanda. Bu dəfə mama gələ gedəndə tənbəllik etdim, aparmadım adapterimi, çünki Anargilin adapteri mənim telefonuma gedirdi. Deməli, orada gördüm, telefonu qoşdular, qoşdum, ev telefonu bu Anarın adapteridir. Qardaşımın, baxın, bu da 2 yerinə bir buradan xarabdır. Bu deməli, mənim də telefonumu yaxşı yığır, Şəmsiyyənin də telefonunu yaxşı yığdı. Bir dənə Anarınkini taxırsan, elə
zərərçə həminki qalır, yəni artmır, yığmır. Ona görə qardaşım sədərəyə gedəndə özünə bir dənə yeni bu şnurdan aldı qara rəngdə. Dedim, bilsəm ki, alırsan, deyərdim mənə də alardı. Mən neçə vaxtdır Rafa deyirəm, görsüz öz istədiyi bir şeyi alır. Mən adapter şnuru deyirəm, alınmırıq xanımlar. Neçə vaxtdır deyirəm, adapter şnuru pis gündədir. Hər gün yazı ilə yazıram. Hər gün, inanırsınız. Yadıma düşdükcə ki, bir xasiyyəti var ki, mənim yaddama sal, yadımdan çıxır. Sən yaz. Hə, almırdı. Dedim, onlara bilsəm alırsan, deyərdim mənə, alardım. Da dedim, bunu götürmələrin ki, yəni buna baxanda şükür yaxşıdır da. Hə, bu iki yerindədir. Bunda deyirdim, Raf beləncə bir şeylə düzəldər, bunun üstünü örtər. Şükür, bu elə quru deyil, bu elastikdir. Hə, neysə. Bundan evimizə gəldim və Raf dedi ki, adapter kabelidir. Kabeldir, şnurdur, nədir? Rafa pay veriblər. Bir dənə bunu mənimki üçün, mənim telefonuma və birində Rafın öz telefonunda tapa bilmədim. Raf özününkini işlətmir. Bilmirəm, karıqda qarşı onu hara qoydu. Hara qoydusa tapa bilmirəm. Ha, burada da tapır. Hara qoyub. Baxın, belə bir karıqda pay veriblər. İçində 2 dənə. Bunu Rafın tanışı var, hansından ki, Raf cəsura iPhone telefonunu aldı. Dubaya gidib gələndim. Baxın, bu Rafınki də sədərəkdə açıb qoşub, deyib, yaxşıdır, hə. İndi hələ özününkünü işlədir. Rafın adaptörü həm Nurayn telefonuna gedir, həm özü telefonuna. Cəsurunki də iPhone-da, onunki ayrıdır, mənimki də ayrıdır. Mən ümumiyyətlə heç kiminkinə qoşulmaq istəmirəm. Hə, neysə, belə gəldim, gördüm ki, Raf da mənə adaptör alıb. Yəni, pay veriblər, gətirib də, yəni belə. Yəni, bunu təziyə nəhayət ki, qoşdum. Hə, belə xanımlar, burada sizinlə bölüşmək istədim. Çaşqalarımı da bölüşdüm. Ey Allah, ürəyim sıxıldı, bu qaz gəlmədi. Bilsin necə, adam tozsorunamaqla da olmadan bir dəsmalları hamamda qəşəng yuyub, şampunlayıb. Nə bilim, evin tozunu almaq istəyirsən, hər yeri yaxşı təmizləmək istəyirsən. Bunların yeri buradır əslində, ayrı. Hə, belə xanımlar, adaptörüm də şükür yeniləndi. Çox qorxurdum buna, telefonu qoşandı xarab adaptörlə. Belə, amma yeməyimiz var xanımlar. Baxın, mən boş bir şey qoyub getmişdim də bir qazan. Gəldim, gördüm ki, indi axşam gördüm var. Yəni, baxın, özdə mən elə pişirirəm xanımlar, bəlkə siz də deyərsiniz ki, sümüyünə, məsələn, baxın, o qədər qatı qaynadıram, elə bir ki, xaşdır. Görürsünüz xanımlar, yəni üstündən götürüb başqa qazana qoyub silib yeyiblər. Yəni, sup kimi su deyil, görürsünüz. Yəni, bu xaş kimi olur. Bax, elə sümükləri qaynadırıq, qatı-qatı, yəni xaş kimi. Onun su ilə hazırladı, belə çox qəşəng alınır, görürsünüz, daş kimidir. Belə, yəni bu var, amma bundan yeyiblər də, uşaqlar istəməyəcəklər. Mən vəbşə sevinirəm, bu var. Bundan yiyəcəm. Raf da yiyəcəm. Uşaqları bilmirəm. İndi axşama neyim? Qaz gəlsə, eləmək olar. Sonra baxın, qalan xurmalar bunları idi. Elə qaba qoydum, əzilib burası. Qaba qoydum xalacilinə. Burada belə qalsa, yenə cücülər gələcək. Bilmə, başqa sizinlə nə bölüşüm? Bir dənə toyuq çıxartdım əslində, aşağı qoymuşam ki, Raf qırmızı qaymağı aldı xanımlar. Bunlar bilmirəm, indi siz bilirsiniz, bilmirsiniz nə dərəcədə gerçəkdir, yanlışdır. Qardaşım mənə dedi ki, Sevinç, qırmızı İran qaymaqlarına brozalardan heç vaxt almayın. Çünki bu çox zərərlidir. Dedi, İran qaymaqlarını mən fikir verməmişim. Yaşılı mı dedi, göy pakovkalısı var. Onlar yaxşıdır, amma bu ziyanlıdır dedi. Amma Raf da bilmirəm, nəsə özündən bunu almışdı. Elə qalıb 2 dənə, bilmirəm, bunu bəlkə də yeməklərə, xörəklərə istifadə edərəm də. İndi düşünürdüm ki, toyuğu yağ soğanda bol edim, üstünə qaymaq töküm. Yəni, soruşum birinci uşaqlardan yiyərlərsə, yanına da makaron qaynadım, yəni nəsə belə. Bilmirəm, qaz yoxdur, nə yiyeyim. Bizim uşaqlara gündə 10 dəfə toyuğu ver, yesinlər. Yəni, belə xanımlar, başqa da nə deyim, başqa da heç nə. İndi üşüdüm. Jiletimi giyindim çünki kombi sönüb. Və bu jiletimi sizinlə bölüşməmişəm, göstərməmişəm. İstəyirsinizsə, belə göstərim. Mənim gül camalımı da görün. Belə düşürmü, nədir?
Baxın belə angorka kimi parçadır. Baxın belə. Uzunluğu mən istədiyim kimi, mən uzun istəyirdim xanımlar ki, bütün bədəni tutsun. Mən çünki həyətdə çox oluram, həyət süpürürəm, həyətdə işim çox olur. Həyətə çıxanda istəyirdim yaxşı bir jiletim olsun da xanımlar, belə. Yəni belə. Kapşonu da var, baxın belə. Məncə yaxşı, baxın, yəqin ki, bu videonu yeni ildə izləyəcəksinizsə, elə olacaq yəqin ki, yeni ilinizi təbrik edirəm. Bu iliniz xeyirli, uğurlu, düşərli olsun. Hər birinizin evlərinizə yalnız xoş günlər qədəm atsın, qədəm gətirsin. Xəstəliklər, itkilər sizlərdən uzaq olsun. Allah yaxınlarınızı var etsin, yaxınlarınızın dəyərini bilin. Hər anınızı, necə deyim, belə pis səslənməsin. Hər anınızı son an kimi belə yaşayın. Yəni, bir-birinizə mehriban olun, yaxşılıqlar edin. Nə bilim, könüllər sevindirin, yəni belə yaxşılıq edin ətrafınıza. Həmişə də yaxşılıqlar sizinlə olsun. Yaxşılığı diləyin. Nə qədər yaxşılıq edirsiniz, yaxşı danışırsınızsa, evinizə, ailənizə, özünüzə, ətrafınıza müsbət enerji ötürmüş olursunuz. Və əzizlərim, bizdə qaz gəldi. Mən indi də belə təmizliyə başladım. Əslində təmizliyimizi evdə, ev üzrə etdim xanımlar. Bir dənə polları silə bilmədim. Çünki buz kimi suyuna mənası yoxdur silməyin. Soyuq suyuna xoşlamıram elə silməyi. Tozları aldım. Tozları da baxın bu slip ilə aldım xanımlar. Hər yeri sildim, təmizlədim. Bunlar da təmiz edir. Ara bir çox təsadüf mən onu istifadə edirəm. Amma belə o kişi təmizlikdə heç belə etməmişdim. Yəni bu dəfə hər yeri ondan sildim, təmizlədim. Bir də evlərin hər yeri toz soyladım. Həyət bacanı yenə əl gəzdirdim, yığışdırdım xanımlar. Qaz indi gəldi. Tez setkanı çıxartdım xanımlar. Tavaya yerləşdirdim. Baxın, tökdüm üzərindən belə. Burada da qalıb belə. Deməli, xanımlar, əgər sizdə baxın belə vasitələrdən yoxdursa, oksi, yəni reklam kimi olmasın deyə belə tuturam. Yəni elə başa düşərsiniz ki, birdən reklamdır, ondan mənə nəsə bir xeyri var, yox. Əsla. Amma sizdə elə bir vasitələrdən yoxdursa, mən həmişə etmişəm bu setkaların təmizliyini, həmişə də çəkmişəm. Misal üçün 2 xörək qaşığı paltar yuyan paraşok əlavə edin və 2 xörək qaşığı soda. Əgər baxır çirkliyinin dərəcəsinə və ki çox yağlı, çox çirkli istəyirsə 3 xörək qaşığı paraşok əlavə edin. Yəni belə, ya 3 xörək qaşığı da soda. Baxın indi təmizliyinə, kirliyinə və indi qaynasında qaynayan suyu əlavə edəcəm. Ümumiyyətlə mətbəxdə belə burada xanımlar, o pişi təmizlik edəcəm. Akvaforun da filtrini dəyişəcəm. Baxın, bir dənə filtrim var. Su təmizləyicini də dəyişəcəm, yuyacam. Bax, bu yuxarı şkafların üzündə hamısını yuyacam. Çaynikin özünü də sürtəcəm. Çaynikin də içində biraz dəm var. Onu da yəni burada təmizlik edəcəm. Amma belə dolğun çəkmək fikrim yoxdur xanımlar. Bu qaynadı. Dəqiqə. Bir çaynik suyu boşaldıram bunun üstünə xanımlar. Mən illər öncə bu setkanı körlamışam. Öncəki videolarda demişdim. Baxın, belə yüce vasitələr, nə bilim nələrsə yadımda deyil nəyinənsə tökmüşdüm qaynar suyla və elə görmüşdüm, elə izləmişdim sosial şəbəkədə ki, qazın da üstünə qoy qaynasın. Bax, belə tavada qoymuşdum, öncəki sobamın tavasında. Qoymuşdum qazın üstündə qaynasın. Qaynadı, bu ortası baxın, bax, belə dairə olmuşdu. Hətta hiss olunur bunlarda xanımlar. Yəni elə körladım, rəngi oldu tünd boz. Yəni tünd dəyişdi, yoxsa açıq idi rəngi bu setkaların. Baxın kirinə, baxın kiri çıxır. Axıra qədər töküm. İndi bunlar burada qalacaq. Bir yarım saat dursun xanımlar. Ona kimi çaynikin baxın ucu tez ərklənir. Bizim su nə qədər filtrdə istifadə etsən tez ərklənir. O çayniki sürtüm. Ne bilim, bu hissələrini yenə sileyim, təmizləyim xanımlar. Qaz peltəsini sonra bu setkaları taxandan sonra təmizləyərəm. Mən bu vasitədən xanımlar 3 xörək qaşığı tökdüm. Qubunu açım.
Xörək qaşığı yox. Bunun içində öz qaşığı var. Baxın xanımlar. İçində belə ölçü qaşığı var özünün. Bununla 3 tökdüm. İnanın ki, yəni izləyicilərim bilir də, daim izləyənlər bilirsiniz. Mən hər dəfə təmizləyəndə, çox vaxt çəkiliş edəndə, yəni çəkiliş edən vaxtı belə bunu da təmizləmişəm. Baxın, bu da azalıbdır içində, görürsünüz. Amma çəkiliş üçün edəndə həmişə paraşokla, sodanla etmişəm ki, yəni hər xanımlar üçün də əl çatan bir vasitə ilə təmizləməyə çalışmışam ki, yəni hər xanımda bundan yoxdur axı, ona görə. Yəni çəkiliş üçün ikinci dəfədə bununla təmizləyirəm. Yəni soda ilə paltar yuyan paraşok. Hansı paraşok olur, əldə hansından istifadə edirsiniz? Bax, ona bax, belə əlavə edirsiniz. Quru qalsın belə xanımlar. Sonra nəticəsinə baxarıq bir yerdə. Hər halda təmizlənəcək. Öncəki halından daha təmiz olacaq. Prosta özünün rəngi belə bozdu da. Dəşib, qaynatmışam. Rəngi dəyişib. Bu burada qalsın. Mən çayniki sürtüm, mən filtri sürtüm, dəyişim. İçini belə mebelin də bu alt hissəsindən təmizləyim ki, təmiz olsun ki, sonra bunları da yuyub qurudub keçirim yerinə. Sonra da burada bir təmizləyirdim də, yəni belə. Əzizlərim, nəhayət ki, mən bu mətbəxin kimyasal təmizliyini bitirdim. Sürtmək, təmizləmək, yuxarı şkaflarda yudum xanımlar. Amma yenə, bilmirəm, indi bugün axşam yeməyindən sonra mikrofiber bezinlə, aşağıları silmədim qapıları, çünki bunları mikrofiberlə siləcəm xanımlar. Dedim, sizə belə çəkiliş edim, daha qalsın, axşam yeməyindən sonra yuxarıları təkrar mikrofiberlə də siləcəm, bir də aşağı şkafları, yəni axşam yeməyindən, qab-qacağından sonra xanımlar. İnan ki, yoruldum. Əllərim mənim risinə günə düşür. Əsas tırnaqlarım. Qorxuram ki, nəsə bir... Baxın, pəncərəni də açıq qoyuram belə. Burada iyi olur, məni iyi boğur. Ona görə pəncərəni də açıq qoyuram. O çayniki də sürtdüm, xanımlar. Nədir? Mikro. Su təmizləyicisinin adı nədir? Yadımdan çıxdı. Yadıma düşdü adı Aquafort'u. Onu da yudum. Filtrini dəyişdim. Danışığımı da itirmişəm. Özü bir qabını şampunladım, yudum. Şampun dəndə belizina istifadə etdim. Daha çox bir də o paraşok var idi. Ondan da sürtürdüm bəzən. Çaynikin altına falan o sirkalara tökdüyüm paraşokdan. Xanımlar, belə olar sürtdüm. Moykanın içini sürtdüm, qazın içini. Oradakilərin hamısı bu yana qoydum oranı. Bir də çayniki dedim. Bunun lüləyini, dəm çaynikini. Sonra bu divarları, buranın altından yenə belə saldım. Qaşığın arxasına dəsmalı belə sildim. Əslində bu, nə deyirlər, bu dəyişiləsidir. Görə telefonda bura necə görünür xanımlar. Baxın, bunları da yudum. Nə bilim, necə göstərim. Baxın, belə. Görürsünüz, ortası belə qaradır bu. Öncəkilərdə belə qaynatmışam, korlamışam, rəngi tünddə ümumiyyətlə. Təmizlədim xanımlar, baxın belə. Belə çaynikim də qaynasın, bir stəkan da çay içim. Yenə də yaşıl çay çıxartdım. Çaşqamda içim. Digər çaşqamda kofe içdim. İndi də ben yaşıl çay içim, yorğunluğum çıxsın. Baxın, yeni su. Bunu da sürtdüm. Yəni, amma bunlar getmədi heç nə. Bunlar ərp kimidir. Bura ərpdir, bu getmir. Qaynasın, bir stəkan da çay içim xanımlar. Saat 6'ya qalıb 20 dəqiqə indiraf gələr ucu. Çayımız qaynadı. Çaşqamız çox böyükdür. Belə. Boşumuzu da çıxardaq. Bir dənə çay içim. Rafdan da gələnə qədər. Tumbik çaşqamda. Qaldı bu yekədir. Xanımlar, Nuray da gəldi kursdan. Deyirəm ki, yemək borçlu. Deyir, yox istəmirəm, kartoşka. Son vaxtlarda kartoşkaya keçibdi. Soydum, belə astım, duz da vurdum. Bunu yağla əzir, turşu ilə yeyir. Bunu sevir. Dedim, amma kartoşka idi, mənə xahiş edirəm. Getdi, həyətdən özü gətirdi. Mən də soydum, astım, qoy qaynasın.
Belə xanımlar, yoruldum bugün. Həm qaz olmasa da belə təmizlik işləri gördüm çox. Paltar yudum səhərdəyim. Bir partiya, ağları bugün yudum. Sonra da qaz gəldi. Burada təmizlik etdim. Çox təmizlik etdim yəni. Və ucu oldu axşamda. Nə bişirək? Borş da var, bir qazan kartoşka da bişsin. Çox qoydum kartoşkanı. Paket Cəsur da istəyər, istəməz. Belə əzizlərim Drafda gəlir. Cəsur qarşısına çağırdı ki, gəl. Bəzən çağırır. Neçədən aldın yumurtanı? 100 dənə. Doğrudan 100-dən aldın? Neynirdən o qədər alıb ayrı? 100-dən. Haradan? Hansı arabandan gəlib? Belə. Beyləqan? Biri 40 qəpikdir. 100 dənəsi 40 manat edir. Allah köməyin olsun. Bu hardan çıxdı? Belə yumurta heç vaxt olmur. Bazarda. Oradan getmiş. Orada bax, sildən gətirəm. Tanıdığın adam? Qonşumuz. Bunu kəsə bilərsən karobkanı. Qoy isinsin deymi? O da kartofdur, Nuray kartof istədi. Bunu çıxardamadım bir əllə ayıraq bunu əlindən. Bunu. Gör hansı bıçağı götürürsən ayrı. O kəsən bıçaq deyil. Şuvarını da gətirəm. İşlətdiyim budur. O itiləmirəm onu hər dəfə. Yenə 14 manatdan yoxsa? Evet. Baxın xanımlar, baxın bu yağdan istifadə edirik. Yenə aldıraq. 10 kilodur burada. 10 paçkadır. Yumuşalıbdır. Qoyum soyuducuya buzluqdur. Yeri yoxdur. Əritmək də istəmirəm belə. Bu da yağımız, bu da yumurtamız. Başqa da burada bir də Kərvandan Rafa dedim ki, bir dənə şampun alsın. Şəmsiyə alıbdı, amma deyiri də xeyri yoxdur kəpəyə. Yəni kəpəyə yox, saçın tökülməsinə də tam. Baxın belə bir şampundur, saç dökülməsinə qarşı. Şəmsiyə də elə də qarşısına alınır, təzə alıb o da bir-iki dəfə yubdu. Dedim yenə Rafa alsın da bu nədir mağazin Kərvandan. Nuray istifadə eləsin, görək necədir. Xeyri olacaq. Nurayın saçı çox tökülür. Nurayı bu oxumaq, bu düzgün qidalanmamaq, saçı ona görə tökülür. Belələrini də alıbdı baxıram. $27 manatlıq. Bir də belə 72% sabun bizdə mütləq olmalıdır. Bir də belə antiperspirant dezodorant formasında Rexona. Belə. Bu da bugünkü alışverişidir Rafın. Bir dənə kofe yadımdan çıxıb deməmişəm sənə Raf. Başım qarışdı, təmizliyə əlim flordaydı. Bir yadıma gəldi, yadıma düşdü, sonra yenə yadımdan çıxdı. Bir dənə kofeniz qışı onu da qutarıb. Bunlar da qoyaq soyuducu, çörəyi alıb